Harun Mamadov Murta təqdim edir. Salam aleykum dəyərli dostlar. Bugün sizi Fast and Furious filminin, yəni Farsaj filminin parodiyası ilə tanış eləyəcəm. Yəni bu film özü bir parodiyadır, ona görə mən tərcümə eləmişəm. Belə deyək də dostlar, bu kanalda ciddi filmləri parodiya eləyirəm və yaxud da komediya olan filmləri özümə məxsus bir şəkildə tərcümə eləyirəm. Yəni mənim işim səsləndirmə olduğu üçün bəzən eynən tərcümə də eləyə bilərəm. Bu normaldır. Filmimizin adı Super Farsajdır. Yəni dediyim kimi Farsaj filminin parodiyasıdır. Farsaj filminə baxanlar bu filmdəki temaları qəşəng tutacaq. Ha bu gün hər axşam keçirilən nelegal maşın yarışlarına çujoy bir adam gəlir. Qaqa bu da avtoşda harda dirəşir? Deyinən orada. Sal bro öpeyirə. Gədə baxıb görür ki, götündən şalvarı düşən qədələr zat, ha bu da çujo görsən mamaq üçün özün onlara oxşadır. Hey bro, yaxşı oğlanlara, qardaşlara sağ. Get pampersi dəyişə. Qaqa domino hardan o axtar. Domino yox ki, Dominik deyəcə. Öpeyirəm, sağ. Ay ben çalaldım. Sak. Of. Yarış başlayır, kimsə pul qoyur, kimsə silah qoyur. Qaqaş da çıxıb deyir ki, mən də oynayıram. Özdə yağın içində maşınımı qoyuram. Sən kimsən, mən bundan şübhələnəm. Get oyoza. Özün get oyoza. Şurağa. Abi qardaş maşınını göstər. Oy böyleğın eləyən motor, bip eləyən siqnal. Problem yoxdur, yarışa bilərsən. Balam utsam mən yesən, udmasan di. Onu. Nastati vнимание, maş! Tüfü və pox. Benzin vurmaq yaddan çıxıb. Biraz tez doldur da yarış qutardı be. Qaqaş axıra yaxın maşını xodlayıb, güllə kimi gəl, abla keçir. Ancaq finişə 2 addım qalmış, maşın xarab olur. Dominik də birinci yerə çıxır. Bu maşın xarabdır, ha bunu istəmirəm. Sabah mənə işləyən maşın gətir. Ay bilə itlər, qaçın tez olun. Hara tələsirsən ay oğul? Ayda yandırır. Keçal uzaqda dayanıb, habla gizlicə pusur. Səndən kim yarışır da? Heç kim, özüm tək idi. Yalancım var yoxun, söyləyim var yoxunu, hə? Keçal halal da bizi satmadı, fikirləşib çıxıb geyir. Reis ağzıma sıçdı, niyə həmlə bəhv vurdun? Dominik uzaqdan pusur da gərək bilməsin ki, sən polissən. İndi sən də mənə qoy ki, ödəşək küsül olmayaq. Ay bilə əlim əncir oldu. Ya kişi kimi qoy. Birini də qoy. Sən reisə əl qaldırırsana. Şişmisən ha? Yetim səhər durub gəlir Dominikin qarajına. Amma aşımı gətirdin ha? Biz söz verdik eləyirik. Qaşaq. Ha bu gündən maaş deyəcəm. Ay bilə yaxşı da. Ha bu qızın yəni Keçalın bacısının hücə oğlana gözü düşmüşdü. Qaqaş baxır ki, qarajda saatlar zat. Ay bilin. Ha burada nə qədər oğuruq şey var. Ha bura gələ. Gələ bura gələ. Polis sana sən. Polis sana baldırına siriyim. Davay ye. Yiyamısan. Ye öylələr. Hocadan ağatam uşaq oldu. Ha bu nədir? Şokolad siropu. Az qala uşağı şəkər eləmişdin. Oğraşdı o polisdir. Polis satdı öləm. Puh. Bəs onda ha bu nədir? Bu polis satdı öl. Keçən dəfə ha boyun 2 kimi budadılar, amma sağ olsun mənə cırğa qoymadı. Mən ha buna inanmıram. Həm o pis ol. Heç kim mənə inanmır. Qaqaş axşam Keçalın bacısı ilə gəzməyə çıxıb, şeirlə zatla patxot eləyir. Bilirəm qorxundan çıxmırsan küçəyə. Özünü bənzədirsən ürkək cücəyə. Məncə quyruğun yoxdur ki, bənzəsin töləmizdəki erkək inəyə. Baldır uçar. Vay bla tema var yazana. Tema. Təkər doldurmaq da çətindir. Qızın qardaşı ha bunu səhər işdə tutur ki, Axşam bacımı aparıb oteldən ağırıbsan ha. bağışla bir də eləmərə, bitdən oldu. Oğlum, məncə yenə elə. Bacımı heç vaxt belə xoşbəxt görməmişdim. Parılıyır bax. Bəli, ha bu filmdə ancaq maşınlar deyil, qeyrət də farsajı verir. Keçələ kriminal avtoritetdən zəng gəlir. Bildim. 5 dəqiqə orada yox.
Hazırlaş gelirik. Bir dəqiqə dayan görək ha bundan geysən. Biz səndən dost oluydıq. Belə oldu onda sən mənə bir də gəl yana çağırmayasan. Küstüm bir dəfalıq səndən. Hablar gəlirlər kriminal avtoritetlə görüşməyə. Bizə cəmi 2 sürücü lazımdır. Buna görə test olunacaqsınız. Testdə uduzanlar öləcəklər. Əli və Hablə ilə hazır ol. Hazırdılar. Başlasınlar. Sağdakı yaxşı oynamır, vur onu. Biraz canlı, biraz canlı. Qəşəng. Nəsə hamısı ölür, bir də Ahabı ikisi sağ qalır. Kriminal dayı da Ahablara deyir ki, ha bu maşını filan kəsə çatdırın, onlar da pul verəcək, gətirin ma. Yetimlər maşını təyin olunmuş nöqtəyə gətirirlər, ancaq gədələr onlara pul vermək əvəzinə hücum eləyir. Sonra bir nəfər sağ qalır, o da qaçıb geyir. Kaçma Söndür! Kaçma! Ay bilə reis! Reis duraya reis! Reis! Sakit, sakit. Uyda polisi vurub xosunva eləmisən. Çaq birdən vəhşi. Sonra bu cinayət yerinə daha yoğun polislər gəlir. Ay bular! Eclaflar, polis öldürüflər. Reis cinayət haqqında bütün məlumatlar bu dokumentdədir. Dokumentləndə. Reis buyurun kofe ver. Kofe nədir madin görə qabda nə olubdu? Reis buyurun CD analizləri. Kimisə sidiyi mənə nəyimə lazımdır? Vapşabda nə baş verir? Reis orada kamera var. Ha nə olsun ki, bizdə də kamera var. Deyirəm bəlkə kamera habda olanları çəkitdi. Çəksin də nağarım. Yəni bilərdik da kim öldürüb polisi? Hansı polisi? Ay belə. Kriminal dayı habları axtardığı üçün başlayırlar qaçıb gizlənməyə. Biz axtarırlar. Sən kim dedi ki? Zat status paylaşıb. Hamımız ölüsü olsun. Ha buna görə də şəhərdən qaçıb getmək istəyirlər. Şəhərdən qaçıb getmək üçün də pul lazımdır. Pulu da hardan əldən eləməyə çalışırlar? Kriminal dayının lavaş arası dönər satılan dükanında yerləşən dillə açılan kassasından. Özdə milyon dollarları var ha buda. Yaxında soyğun olacaq, bütün yollar bağlansın. Hamımızı tapıb içəri basacağam. Ay ana! Maykam nətədir yaraşıb? Nə? Çip oturub önümə. Sağ deyirəm, çip oturub önümə. Hə. Gilələr öz görsənir. Bax abilə, boş yerə tirnajora getmirik ki. Kriminal dayı soymamışdan qabaq Kesal soruşur ki, Əmə maşınımı düzəltdin? aha, deyin an. Çiçəkim təptəzə. Sağ halaldır. Çox sağ. Mənim də sana bir hədiyyəm var. Yaxşı da can dostum. Ha bu mənim xaraf maşınımdır. Nə? Mən üçün maşınımı düzəldibsən? Əbə sürpriz. Sürpriz ha? Mən sənin yaxşı dostun idim. Ha bu gündən sonra mənə işənə çağırma, səninlə PlayStation sonra getməyəcəm. Ha bir şəkilə bax. Bir sürü dədəvə oxşayırsan. Rəhmətli yaxşı kişiydi. Sonra polislər Hablan qarajına hücum eləyirlər. Adam kimi söz olsa deyində yanınızda dayanmışıq. Deyirəm abralarda orada tualet var, simağım töküldü. Ha bu da bir kolluq eləyin də. Aha çox sağ ol. Rahatlıqla yaxşı idi. Всё, getdik. Polis ay bala. İçəri girib görürlər ki, hamısı qaçıb. Yenə qaçdılar. Bütün banda gəlir dönərxananın qabağına kassanı soymağa. Əbə maskalar uzun taxın giyirik. Aha buna maskaları taxmışıq, çıxardın. Qardaşımsa çıxardın. Zəncirin bir ucu maşına bağlayırlar, bir ucunda dönərxananın divarına. Divarı dartıb qoparmaq istəyirlər də güya. Dava yeti. Əbə qaz ver, çıxırıq, az qalıb. Sən niyə rasiya ilə danışırsan? Amortar slavqalıq üçün. Və forsaj verib arzulağına çatırlar. Divarı dağıtmağa ehtiyac yoxdur. Dönərxana qarışıq apardılar kassa. Habların dalınca kriminal dayı, kriminal dayının dalınca da polislər gəlir. Polis dayı kriminal dayının qabağına keçib dayını tutur. Всё, getdin qoduqluğa bilə. Mən bura sahə istəyirsən verərəm. Alçaqsan polisə rüşvət təklif edirsən? İstədiyin qədər dar köynək verərəm.
Bədən şişirən iynələr. Bəs baş qırxan maşınkası necə? Ver abra. Direkt ol. Elə bil doz mənim əlimdən qaçasın sən. Və hablar da sürüfkəyib xoş vaxtlıqlarına qovuşurlar. Hə belə dostlar, Harun Sayağı bir filmimizlə yenə tanış olduq. Əgər kanalımızı bəyənirsinizsə, abunə olub zəhmət olmasa videoları like etməyi unutmayın. Yeri gəlmişkən dostlar, yəni əgər heç bir problem çıxmasa, sırf hər həftənin 6-cı günü axşam saat 7-də video paylaşmağa çalışacağam. Növbəti videolarda görüşənədək dostlar, öpürəm.